Deməli yoldaşlar, biz danışmışıq. Gəlin belə eləyək də, do götürək. Daha bəsit bir şey olsun. I did, elədim. I will do, eləyəcəm. I am doing. I was doing. I will be doing. I have done. I had done. Future perfect continuous bir də var. Future perfect mövzusu yox. Yox, keçmişik də onu. Yox. I will have done. Və biz burada keçmişik. I have been doing. Və indi bu ikisini keçəcəyik və ingilis dilinin bütün zamanlarını bugün yekunlaşdırmış olacaq. Daha doğrusu bugün birini keçəcəyik, növbəti mövzuda isə digərini keçmiş olacağıq. Bu keçmişlə gəlirik bura, keçmiş, bitmiş, davam edici zamandır. Yazıda isə biz demişdik ki, indiki bitmiş davam edici olur ki, biz orada bir müddət deyirik. Deyirik ki, məsələn, 5 ildir falan yerdə işləyirəm, 3 ayda ingilis dili öyrənirəm, 4 ildə maşın sürürəm. Yəni, bir müddətlə bərabər deyirdik ki, bu qədər vaxtı bunu eləyirəm. Hətta sinsi keçəndə demişdik ki, filan vaxtdan bəridir bunu eləyirəm. Bax, bu indiki zamana qədər olan müddəti nəzərə tuturduq. Keçmiş bitmiş davam edici zaman nədir? Keçmişdəki vaxta qədər müddət nəzərə tutacağıq. Məsələn, deyirik ki, mən Azərbaycana gələndə 5 ildir ki, ingilis dili öyrənirdim. Azərbaycana gələndə 5 ildir ki, ingilis dili öyrənirdim. Azərbaycana nə vaxt gəlmişəm? 1 il əvvəl. Və 5 ildir ki, ingilis dili öyrənirdim deyəndə artıq keçən ilə qədər olan 5 il. Bu ili də götürsəm 6 il olmuş olacaq. Və desəm ki, 6 ildir ingilis dili öyrənirəm, deyəcəm I have been learning English. Amma desəm ki, Azərbaycana gələndə 5 ildir ingilis dili öyrənirdim, o olacaq I had been learning English və ardını bilirik ki, artıq for-la istifadə eləməliyik. For 5 years, for 2 months, for 2 days. Ya da məsələn deyirsiniz ki, Qəbəliyə getdik, çatan kimi yatdım. Çünki 2 saat maşın sürmüşdüm. I had been driving a car for 2 hours. 2 saat maşın sürmüşdüm, ona görə yorulmuşdum. Nəticəsi var bunun, ona görə yatdım. Və sualında təbii ki, had-i qabağa keçirəcəyik, inkarda had-ə not artıracağıq və bu qədər sadədir. Yaza gəlsə mən demişdim ki, əgər bunu başa düşsəz, digərləri çox rahat şəkildə gedəcək. Özünüz də görürsünüz ki, bax, nə qədər sadə və nə qədər bəsitdir. Keçmişdəki hər hansı bir müddətdə başqa bir uzunluqda olan müddəti ifadə edirik. Bu o idi ki, 5 ildir ingilis dili öyrənirəm, yəni indi bugün 5 ildir. Gələn il 6 il olmuş olacaq. Bu isə keçmişdə nə qədər müddət idi, onu vurğulayıb hərəkəti ifadə edirəm. Deyirəm ki, 3 ay idi ki, tək yaşayırdım, misal üçün. Ya da deyirəm ki, bax, bugün, məsələn, siz deyək ki, 3 ayda inversindən istifadə edirsiniz. Düzdür? Ya da məsələn, bəlkə də 3 gündür inversindən istifadə edirsiniz. Siz deyəcəksiniz ki, I have been using inversion for 3 days. Amma sabah üçün deyəcəksiniz ki, keçmiş üçün, dünən üçün deyəcəksiniz ki, I had been using inversion for 2 days. Çünki dünən artıq 2 gün idi. Sabah üçün desəz necə olacaq? Bu bizim növbəti mövzumuzdur və future perfect-də artıq onun sabahsı forması olmuş olacaq. Hansı ki, artıq sizin indidən o haqda təsəvvürünüz yaranmağa başladı. Strukturunu da öyrənəcəyik və zamanları ondan bitirmiş olacağıq. Özünüzə yaxşı baxın, növbəti mövzuda görüşərik.